Salam, cənab investorlar və treyderlər. Məlumat və analitik xidmət sizinlə əlaqə saxlayır Sistem Guru Markets. Şirkət haqqında ümumi məlumatlardan başlayaq. Aşağıda hər bir parametrə daha ətraflı baxaq. İstəsəniz videonu dayandıra bilərsiniz. Sözü gedən korporasiyanın hər bir parametrinə daha yaxından nəzər salmağı təklif edirik. Şirkətin cari əsas göstəricilərinə baxacağıq. Almart Inc. Ticker MT. Bu icmal 17 may 2025-ci il tarixinə olan cari məlumatlardan istifadə etməklə yaradılmışdır. Təsnifatına görə Guru Markets təşkilat Almart Inc. alt kateqoriyaya aiddir. Retail Product qiymətləndirmədə 35 təşkilat iştirak edir ki, bu da kifayət qədər reprezentativdir. Sözü gedən şirkət üçün nəticə 10 baldan 0,5 bal. Alt kateqoriya üzrə orta xal 1 baldır. Geniş baxsanız, bütövlükdə ABŞ fond bazarında. Bütövlükdə ABŞ fond bazarı üçün orta xalın 1,9 olduğunu görürük. Şirkət üçün 0,5 bala qarşı Almart Inc. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Almart Inc. və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda səhmlərin olduğunu görürük. Almart Inc. 64,1% dəyişiklik göstərib. 46,4% alt kateqoriyada qiymət dəyişikliyinin əleyhinədir. Bu qəti olaraq heç nəyi sübut etmir, lakin nəzərə alınması lazım olan bir faktdır. Şirkətin bazar kapitallaşması Almart Inc. 785,92 milyard dollar təşkil edir. 1472 milyard dollar alt kateqoriyasının kapitallaşması ilə. Almart Inc. 53,77% pay təşkil edir və alt kateqoriyanın əsas lideridir. Şirkətin balans dəyəri 90,4 milyard dollardır. Alt kateqoriyanın kitab kapitallaşması 186 milyard dollardır. Almart Inc. 48,524% təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Almart Inc. alt kateqoriyada bazar kapitallaşması qiymətləndirildikdə 53,377% təşkil edir. Balans dəyəri 48,524% təşkil edir. Bu, bazar kapitallaşma payından 9% azdır. Şirkətin bazar payının və alt kateqoriyanın balans dəyərinin qiymətləndirilməsi, PIS, -1 bal. Tədqiq olunan şirkətin 72,311 milyard dollar borcu var. Kapitalın 80%-ni uçotun kapitallaşdırılması üzrə borc öhdəlikləri təşkil edir. Şirkətin borc səviyyəsinin qiymətləndirilməsi, keçilə bilən 0 bal. Şirkətin bazar dəyərinin mənfəətə nisbəti 41,8-dir. 39,9 alt kateqoriyada orta göstərici ilə bu, alt kateqoriya üzrə orta göstəricidən 5% yüksəkdir. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin bazar qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi, keçərli 0 bal. Son 12 ayda mənfəət 18,817 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 23,4 milyard dollar olacağı gözlənilir. Bu, indikindən 24,4% çoxdur. Gözlənilən gələcək mənfəət göstəricisinin alt kateqoriya ilə müqayisədə qiymətləndirilməsi, yaxşı, 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 1:1-dir. Birinci alt kateqoriya üzrə orta göstərici alt kateqoriyadan 10% yüksəkdir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bazar dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi, keçərli 0 bal. Son 12 ayda gəlir 685,10 milyon dollar olub.
Növbəti 12 ay üçün gələcək gəlirin 819,180 milyon dollar olacağı gözlənilir. Bu, indikindən 20% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gözlənilən gələcək gəlir göstəricisinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq 2,7%, alt kateqoriyada isə orta hesabla 2,4%-dir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 0,3% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin fəaliyyəti ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayında şirkətin payı 52,921% təşkil edir. Bu, bazar kapitallaşma payından 1% azdır. Və bu fakt şirkətin səhm qiymətinin balanssızlığını göstərir. Walmart Inc. çox güman ki, yenidən qiymətləndirməyə doğru. Təşkilatın bir işçisinə düşən kapitalın məbləği 374 min dollara bərabərdir. Alt kateqoriya üçün isə 371 min dollardır. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 0,8% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin hər bir işçiyə düşən mənfəəti 9.000 dollardır. Alt kateqoriya orta 9,3 dollar. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 4%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçisinə düşən mənfəətin qiymətləndirilməsi keçərli 0 bal. Şirkətin bir işçiyə düşən satışları 326,000 dollar təşkil edir. Alt kateqoriyada 382 min dollar. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 17%-dir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə hər işçinin reytinqi üzrə satış keçərli 0 bal. Qısa müddətli əməliyyatların həcmi 1,1%, alt kateqoriya üzrə orta hesabla 1,8% təşkil edir. Bu mümkün qısa sıxılma riskinin göstəricisidir. Texniki göstərici RSI 14 şirkət üçün %60 səviyyəsini göstərir Walmart Inc. Alt kateqoriya üçün RSI səviyyəsi 14-60% təşkil edir. Potensial olaraq alt kateqoriyanın qiymətli kağızları şirkətin səhmləri ilə təxminən eyni qiymətləndirilir. Walmart Inc. Şirkətin faktiki səhmlərinin dəyəri təxminən 98,25 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən 109 dollardır. Cari qiymətlə konsensus proqnozu arasındakı fərq təxminən 11%-dir. Mövcud olan sifariş cədvəlinə keçək, bağlanmış şərhdə link. Sifariş cədvəli qiymətləndirmə məlumat sistemi tərəfindən bu mövsüm açıq şəkildə qəbul edilən tamamilə bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin səhmlərinin qiymətləndirilməsi nəticələrinə əsasən Walmart Inc. Məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilir. Sövdələşməni açmayın, çünki bu video baxışdır. Bu videoya baxdığınız və yardım sistemindən istifadə etdiyiniz üçün hamınıza təşəkkür edirəm. Guru Markets.